Salam əzizləyicilər, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda sizlərə çox dadlı, asan, sadə hazırlanan biskvit tortunun reseptini bölüşürəm. Deməli, ilk öncə 5 ədəd yumurtanın üzərinə 1 paket şəkərli vanil tökürəm və bunları başlayıram mikserlə köpük ağarana kimi qarışdırmağa. Qarışdıra-qarışdıra üzərinə 1 stəkan şəkər tozunu da az-az əlavə edirəm və 1 çimdik kimi duz da əlavə edirəm bura. Mən əvvəlcədən unutmuşdum deyə sonradan tökdüm üzərinə. Ardından 1 stəkan unu və 1 paket qabartma tozunu da ələkdən keçirdə-keçirdə qaba əlavə edirəm. Qeyd edim ki, stəkan ölçüsü burada 200 ml-lik stəkan ölçüsündən istifadə edirəm. Videonu bura qədər izləyirsinizsə, sizdən xahişim odur ki, videonu bəyənib kanalıma abunə olsanız mənə böyük dəstək olmuş olarsınız. Və 22 cm-lik diametri olan qəribi gördüyünüz kimi duru yağla yağladım və içərisinə biskvit xəmirini töküb qoyuram 180 dərəcədə yarım saat bişsin. Keçirəm tortun kremini hazırlamağa. Deməli, burada 100 qram yumşalmış kərə yağı götürmüşdüm, otaq temperaturunda olan. Bunu mikserlə biraz ağarana kimi qarışdırdım və üzərinə 1 paket krem pendiri əlavə elədim. 3-4 xörək qaşığı da bişmiş qatlaşdırılmış süd tökdüm. Bunları elə bil ki, mikserlə yaxşı-yaxşı bir-birinə qarışdırdım və artıq kremim hazırdır. Biskvitim də gördüyünüz kimi çox gözəl qabarıb bişib. Bişən biskviti ortadan 2 yerə böldüm və kremin bir çox hissəsini biskvitin üzərinə çəkib yaydım. İkinci biskviti də üzərinə yerləşdirib kremin qalan hissəsini gördüyünüz kimi hər tərəfinə çəkdim, kremlədim, hamarlaşdırdım və son olaraq üzərini şokolad qırıntıları ilə bəzədim. Yəni bu əslində zövqə görədir. Siz də istədiyiniz şəkildə bəzəyə bilərsiniz. Mən axırda bilmədim üzərini nə ilə bəzəyim. Ona görə evdə kakos var idi. Kakosunu, elə bir kakosu üzərinə gördüyünüz kimi səpdim, yaydım. Məncə çox da gözəl, sadə bir görüntüsü oldu. Sizin də hazırlamanızı tövsiyə edirəm. Çox dadlı, yüngül bir tortu. Bu tortun videosunu əslində vlog videomda paylaşmışdım. Sadəcə dedim ki, yəni bəlkə orada görməyənlər ola bilər. Ona görə ayrıca da paylaşmaq istədim. Hələlik bu qədər. Sağ olun, salamat qalın.